Yazıcı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi, pedaqoq Natavan Dəmirçioğlu, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adını alıb. Həmçinin elm, təhsil, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Qızıl Ulduz medalı ilə də təltif olunub. Qeyd edək ki, Natavan Dəmirçioğlu hekayələrin 44 günlük vətən müharibəsinə və zəfərimizə həsr olunan Açar romanının müəllifidir. Əsərləri İngilis, Rus, Fars, Özbək, Tatar dillərinə tərcümə olunub. Mənim üçün çox əlamətdardır. Türkiyə Cumhuriyyəti Uluslararası Bilim Akademisinin fəxri professoru seçilmək. Bu böyük bir etimad olmaqla bərabər eyni zamanda iki qardaş xalqın, iki qardaş dövlətin elminin, incəsənətinin, mədəniyyətinin arasında olan qarşılıqlı bir əlaqə göstəricisidir. Eyni zamanda bu Azərbaycan elminin öz sərhədlərindən kənara çıxması, Azərbaycan mədəniyyətinin, Azərbaycan intellektuallarının ölkədən kənara çıxması kimi bir hadisə olaraq qiymətləndirilə bilər.